Bugün 15 enerjisinin dərin qatlarına doğru bir yolculuğa çıxırıq. İlahi kamillik, daxili sınaqlar və gizli potensialımızın üzə çıxması, bu enerji bizi əsl özümüzə aparan güclü bir aydınlanma və transformasiya qapısıdır. Əgər hər hansı bir ayın 15-i anadan olmusansa və ya matrisində 15 varsa, ruhun imtahan dövrü başlayır. 15 enerjisinə sahib insanlar sanki rentgen aparatıdır. Başqalarını dərindən və tamamilə görə bilirlər. Onları aldatmaq çox çətindir. Əyləncəli, enerjili, macərapərəst və cəmiyyət içində sevilən insanlardır. Onların əsas missiyası başqalarının zəif tərəflərini üzə çıxarmaq, onları öz inkişaf sahələrini görməyə təşviq etməkdir. Bu prosesi incəliklə, diqqətlə və düzgün sözlərlə edə bilərlər. İnsanlara necə rəhbərlik etməyi bilirlər. Yaxşı natiqdirlər, gözəl danışırlar, hər zaman ən yaxşıya sahib olmaq istəyirlər və əgər enerji doğru şəkildə yaşanırsa, bunlara nail olurlar. Geyim tərzləri zövqlü və cazibədar olur. Geniş intuisiya və bəzən qabaqcadan hiss etmə, yəni qismən aydın görmə qabiliyyətləri də ola bilər. Mənfi 15-lər isə insanların zəif nöqtələrini kömək üçün deyil, ağrıtmaq, alçatmaq üçün istifadə edərlər. Aqressiv, sərt, dözümsüz və manipulyativ olurlar. Başqalarını öz istəklərinə tabe etdirməyə çalışırlar. Hakimiyyət və nəzarət istəyi ilə yaşayırlar. Hər şey dərhal istəyir, maddiyyət və qazanc düşüncəsinə ilişib qalırlar. Qısqanclıq, paxıllıq, xəsislik bu enerjinin mənfi tərəflərində tez-tez rast gəlinir. Bundan əlavə asılılıqlar da ola bilər, alkoqol, qumar, yemək və s. kimi. Daxili balans və ruhi tarazlıq pozular həyat mənasını itirə bilər. Enerjisi bizi öz kölgələrimizlə üz-üzə qoyur, lakin məhz bu qarşılaşma bizi kamilliyə yaxınlaşdırır. Öz iç gücümüzü tanıdıqca, həyatın bizə təqdim etdiyi sınaqları da yeni gözlə görməyə başlayırıq. Bu enerji ilə yol aldığınız üçün sizə təşəkkürlər. İşığınız daim parlasın.